Zərdabda belə bir gözəllik olduğunu bilirdiniz? Yəqin ki, siz də Zərdab adını eşidəndə ağlınıza səhralıq, şoran torpaqlar, düzən ərazilər gəlir. Bəs siz burada zəngin bitki örtüyünə malik sıx meşələrin, Amazon çayına bənzər Kür çayının olduğunu, suda və quruda çoxlu sayda heyvanın yaşadığını bilirdiniz? Keçmişində daha böyük meşəliklərin olduğu bu ərazidə təbiət bu gün də öz möhtəşəmliyi ilə ayaqda qalmaqda davam edir. Yay fəslində çox isti iqlimin hakim olduğu bu ərazidə təbiətin ən gözəl vaxtı qışın sonundan yazın ortalarına qədər davam edir desəm, yəqin ki, yanılmaram. Sadəcə füsunkar təbiəti ilə yox, həm də qonaqpərvər, səmimi insanları ilə seçilən bu yer Zərdabın Bıçaqçılar kəndidir. Bəzən stereotiplərimiz bizə necə gözəlliklərin olduğunu görməyə imkan vermir. Ancaq cəsarətli davrandığımızda və macəra ruhumuzu üzə çıxardıqda necə zəngin dəyərlərə sahib olduğumuzu görə bilirik. Bəli, bura Azərbaycanın gözəl rayonlarından biri olan Zərdabdır.